Salam, xoş gördük hər birinizi. Bugün Logos Lab seriyasından dördüncü videomuzun çəkilişinə başlayırıq və bu gün də ənənəvi olaraq müzakirəmizə məntiqdən başlamaq istəyirik. Bu günləri izah etmək istədiyimiz mövzu, yəni məntiq çərçivəsində izah etmək istədiyimiz mövzu bu məntiqi bağlayıcılar mövzusunun davamıdır. Əvvəlki müzakirələrimizdə qeyd etdiyimiz kimi, məntiqi bağlayıcıların sayı daha çoxdur, amma biz propozisional məntiqdə onlardan 5-ini daha mühüm hesab edirik. Yəni bu və bağlayıcısıdır, ya da bağlayıcısıdır və bu günləri izah edəcəyimiz əgər onda bağlayıcısı və daha sonraki müzakirələrimizdə diqqət ayıracağımız əgər və yalnız əgər və sonda inkar bağlayıcısı. Və məntiqi bağlayıcıların funksiyası bu sadə propozisiyalar arasında əlaqə yaradaraq mürəkkəb propozisiyanın formalaşmasına xidmət etməkdir. Yəni mən 2 və daha artıq sadə propozisiyanı məntiqi bağlayıcı vasitəsilə birləşdirərək mürəkkəb propozisiya formalaşdıra bilərəm. Və bu günləri biz əgər onda məntiqi bağlayıcısına müraciət edirik, yəni bu bağlayıcı vasitəsilə biz sadə propozisiyaları necə birləşdirə bilərik? Yəni onlar arasında məntiqi bağlantını necə qura bilərik? Bu məqsədlə biz bir neçə sualın qoyuluşunu həyata keçirmişik. Birincisi bu şərti bağlayıcı, yəni ingilis dilində conditional adlandıracağımız bağlayıcı nədir və bu bağlayıcının digər adlarına biz rast gələ bilərik. Məsələn, implikasiya, yəni bu digər adı ilə implikasiya şəklində də adlandırılır və bu aspektdən olan müzakirəmiz bu ikinci sualımızdır. Üçüncü sualımız bu məntiqi nəticədir. Yəni biz məntiqi nəticə çıxarma prosesini, bir mental əməliyyat sistemini şərti bağlayıcı çərçivəsində, yəni implikasiya vasitəsilə necə izah edə bilərik? Və sonuncu sualımız bu antecedent və consequent, yəni bu propozisional məntiqdə texniki adlardır və bu adların öyrənilməsi, yadda saxlanılması xüsusilə implikasiyada, yəni şərti propozisiyada fərqləndirilməsi xüsusilə vacibdir. Beləliklə, birinci sualımıza keçid alırıq. Birinci sualımız, biz şərti propozisiya deyəndə nəyi başa düşürük? Yəni, ingilis dilində conditional statement, conditional proposition deyəndə nəyi başa düşürük? Yəni, bu məqsədlə biz, məsələn, 2 sadə propozisiyanı götürə bilərik. Birinci sadə propozisiyamız, bunu biz P dəyişəni ilə ifadə edə bilərik. İkinci sadə propozisiyanı Q dəyişəni ilə əvəzləyə bilərik. Məsələn, P propozisiyası belədir. Yağış yağır. Q propozisiyası belədir. Mən islanacam. Və biz bunları birləşdirsək, yəni əgər onda bağlayıcısı vasitəsilə birləşdirsək, belə bir mürəkkəb propozisiya almış oluruq. Əgər yağış yağırsa, onda mən islanacam. Beləliklə, əgər onda bizim məntiqi bağlayıcımızdır və bunun vasitəsilə biz 2 sadə propozisiyanı birləşdirdik və bunun simvolik şəkildə ifadəsi zamanı biz P və Q dəyişənləri arasında bir ox işarəsindən istifadə edirik. Yəni bu ox işarəsi, yəni siz indi slaydda görürsünüz, həmin P və Q propozisiyaları arasında əgər onda bağlayıcısının işlədilməsini bildirir. Yəni bu simvolik ifadə əgər onda yalnız ox işarəsi ilə ifadə edilmir, yəni heç olmasa bir sayda digər bir simvolik ifadəsi də var, amma slaydda bu öz əksini tapmadığına görə, yəni bugünkü müzakirəmizdə biz həmin simvolik işarəni sizə göstərə bilmirik. Və növbəti bizim müzakirə etmək istədiyimiz bu şərti propozisiyaların digər adları, yəni biz bunu digər adlar ilə necə izah edə bilərik? Yəni bu ingilis dilində material implication adlanır. Azərbaycan dilində bu yəqin ki, maddi implikasiyadır.
Və ikinci adı bu sadəcə implikasiyadır. Üçüncü adı əgər onda fikridir və sonuncu bu ingilis dilində logical consequence adlandırılan məntiqi nəticə, məntiqi nəticəyə gətirib çıxarma, belə bir intellektual əməliyyat sistemidir. Və birincidən biz başlaya bilərik. Yəni siz sual verə bilərsiniz ilk öncə, yəni bu adların fərqləndirilməsində səbəb nədir? Yəni burada kiçik bir incə məna fərqləri vardır və həmin məna fərqləri xüsusilə maddi implikasiya ilə məntiqi nəticə çıxarma, yəni logical consequence dediyimiz hissə, yəni onlar arasında çox incə bir məna fərqi mövcuddur. Birinci başlayaq maddi implikasiyadan. Maddi implikasiya deyəndə biz nəyə başa düşürük? Yəni bu klassik propozisional məntiqdə şərti mülahizələrin adlandırılması üçün istifadə edilən bir formal addır. Və burada əsas məna ondan ibarətdir ki, biz maddi implikasiyada onun həqiqiliyini qiymətləndirən zaman, yəni doğru olub-olmamasını qiymətləndirən zaman yalnız və yalnız P və Q, yəni həmin propozisiyanı təşkil edən sadə propozisiyaların məntiqi qiymətinə diqqət yetiririk. Bir qədər formal şəkildə ifadə etməli olsaq, deməli maddi implikasiyanın həqiqəti, yəni doğruluğu, onu təşkil edən sadə propozisiyaların həqiqət qiymətindən asılıdır. Yəni P qiyməti doğru yanlış ola bilər, yəni 2 qiymətli məntiqdə 0-1 ola bilər. Q propozisiyası da doğru yanlış ola bilər, yəni 2 qiymətli məntiqdə 0 ya da 1 ola bilər. Və bu 0 və 1 qiymətlərindən asılı olaraq, yəni P və Q-nun qiymətlərindən asılı olaraq biz implikasiyanın əgər P-dirsə, onda Q-dur. Yəni onun məntiqi qiymətini təyin edə bilərik. Yəni bu mövzunun daha geniş izahına biz növbəti müzakirələrdə yer ayıracağıq. Yəni bu məqsədlə məntiqdə həqiqət cədvəli deyilən bir metoddan istifadə edilir və həmin metod vasitəsilə biz P və Q-nin, yəni iki dəyişənin 0 və 1 qiymətlərində 4 alternativin ola biləcəyinə diqqət yetirəcəyik. Hələlik bu məsələyə mən keçid almaq istəmirəm və buna görə də şərti mülahizələrin ikinci adına keçid alıram. Şərti mülahizələrin ikinci adı bu sadəcə implikasiya adlanır. Yəni implikasiya nədir? İmplikasiya yəni bir növ xüsusilə riyaziyyatda və məntiqdə maddi implikasiyanın bir qısa şəkildə ifadəsidir. Yəni adətən siz məntiqə dair və riyaziyyata dair kitablarda və yaxud tədqiqat işlərində maddi implikasiya, yəni material implication adına rast gəlməlisiniz, sadəcə implikasiya adına rast gəlmiş olarsınız. Və növbəti ad bu əgər onda fikridir, yəni bu da məntiqi bağlayıcının bilavasitə adı ilə bağlıdır. Yəni əgər P-dirsə, onda Q-dur. Yəni bu daha intuitiv bir adlandırmadır. Yəni gündəlik nitq zamanı, gündəlik ünsiyyət zamanı, yəni qeyri-formal bir şəraitdə bizim ən çox müraciət etdiyimiz bir addır. Yəni adətən biz gündəlik həyatda, yəni qeyri-formal situasiyada fikirlərimizi ifadə edən zaman bu fikrin implikasiya olub-olmamasını, yəni bu şəkildə adlandırmırıq. Yəni sadəcə deyirik bu şərti fikirdir və ya bu əgər onda fikirdir. Yəni biz bu şəkildə ifadə edirik. Amma bu daha çox həmin mülahizəyə verilən bir intuitiv addır və adətən akademik bir sferada, akademik domendə istifadə edilmir. Və sonuncu bu məntiqi nəticə çıxarmadır, logical consequence, yəni məntiqi nəticə və yaxud belə şəkildə qeyd edə bilərik. Yəni bu o deməkdir ki, biz əgər P-lərdən çıxış edəriksə, yəni əgər P-dən Q propozisiyasının məntiqi cəhətdən doğması, məntiqi cəhətdən irəli gəlib gəlməməsi, yəni bu məsələyə biz diqqət yetiririk.
Yəni, maddi implikasiyadan fərqli olaraq burada P və Q arasında olan semantik məna bağlantısına diqqət yetirilir. Məsələn, maddi implikasiyada biz əsasən P və Q-nun məntiqi qiymətinə diqqət yetirdik. Yəni, əgər P doğrudursa, əgər Q doğrudursa, onda implikasiya, əgər P-dirsə, onda Q-dur propozisiyası doğru olar, yoxsa yanlış olar. Məsələn, mən P-nin qiymətini dəyişə bilərəm. Məsələn, əgər P sıfırdırsa, yəni yanlışdırsa, Q doğrudursa, yəni 1-dirsə, onda implikasiya. Əgər P-dirsə, onda Q-dur propozisiyası doğru, yoxsa yanlış ola bilər. Yəni, bu məntiqi qiymətlərin diqqət mərkəzinə gətirilməsidir. Amma logical consequence dediyimiz hissədə biz P və Q arasında güclü semantik bağlantıya diqqət yetiririk. Yəni, Q P-dən irəli gələ bilərmi? Yəni, P fikrindən, P propozisiyasından Q propozisiyasını çıxarmaq mümkündürmü? Yəni, belə bir semantik bağlantı məntiq nəticə çıxarmaya diqqət yetirməyə gətirib çıxarır. Yəni, diqqət mərkəzində məntiqi nəticə çıxarma sistemi dayanır. Beləliklə, biz maddi implikasiyanı bir qədər detallı izah edək, amma bu təbii ki, hələ həqiqət cədvəlinə keçid deyil. Yəni, mən bu gün izah etməyəcəm də. Yəni, P-nin hansı və Q-nun hansı qiymətlərində əgər P-dirsə, onda Q-dur propozisiyası doğrudur və ya yanlışdır. Yəni, bu sadəcə burada bizim diqqət mərkəzində saxlamaq istədiyimiz məsələ odur ki, P və Q arasında real dünyada rast gəldiyimiz linkin olması vacib deyildir. Yəni, biz iki elə propozisiya götürə bilərik ki, onlar arasında ümumiyyətlə heç bir semantik bağlılıq yoxdur. Yəni, daha sadə şəkildə qeyd etsək, yəni real dünyada onlar arasında ümumiyyətlə səbəb-nəticə əlaqəsinin olması qeyri-mümkündür. Hər hansı bir semantik bağlantının qurulması qeyri-mümkündür. Amma buna baxmayaraq biz həmin propozisiyaların P və Q-nun məntiqi qiymətindən, yəni 0-1-lərdən çıxış edərək ümumi, yəni propozisiyanın, yəni implikasiyanın məntiqi qiymətini biz təyin edə bilərik. Yəni fikrimiz çox abstrakt səslənməsin, yəni bir nümunə üzərindən biz izah edə bilərik. Yəni səhv etmirəmsə, nümunəmizi biz növbəti slaydda yerləşdirmişik. Bəli. Diqqət yetirin burada. Yəni biz məsələn 2 nümunə götürmüşük. P propozisiyası, yəni ay pendirdən ibarətdir. Yəni olduqca absurd bir fikirdir. Aydındır ki, məntiqi qiyməti 0-dır. Və ikinci propozisiyamız Q propozisiyası 2 üstəgəl 2 4 edir. Yəni riyazi əməliyyat sistemidir. Təbii ki, bu doğrudur. Yəni bir qiyməti alır. Və biz bu propozisiyanın hər ikisini əgər onda vasitəsilə birləşdirə bilərik, belə bir mürəkkəb propozisiya alınır. Əgər ay pendirdən ibarətdirsə, onda 2 üstəgəl 2 4 edir. Və nə qədər təəccüblü olsa da, yəni təəccübə deyəndə, yəni qeyri-intuitiv olsa da, bu məntiqi cəhətdən doğru propozisiyadır. Çünki P propozisiyası yalandır, amma Q propozisiyası doğrudur və həqiqət cədvəlinə əsasən, hansı ki, biz bunu növbəti müzakirələrimizdə daha ətraflı analiz edəcəyik. Əgər P propozisiyası yalandırsa, yəni birinci gələn əgərdən sonra gələn propozisiya yalandırsa və ikinci propozisiya doğrudursa, yəni onda sözündən sonra gələn propozisiya doğrudursa, onda yekunda biz əgər onda propozisiyasının, yəni implikasiyanın doğru olmasına qərar vermiş oluruq. Amma baxmayaraq ki, bu iki propozisiya arasında heç bir semantik bağlantı yoxdur, ümumiyyətlə heç bir real dünya praktikasında, yəni bizim yaşadığımız və qazandığımız təcrübədə heç bir bağlantı yoxdur. Amma buna baxmayaraq biz yalnız məntiqi qiymətlərə müraciət edərək bu şərti propozisiyanın formal məntiqdə doğru olmasına qərar vermiş oluruq. Yəni biz diqqət mərkəzinə maddi implikasiyada məhz bunu gətirmiş oluruq. Bundan əvvəlki biz
Slaydda məhz indi mən izah etdiyim məsələnin formal şəkildə izahından ibarətdir. Yəni, məsələn, biz qeyd edə bilərik ki, P və Q arasında heç bir səbəb və nəticə əlaqəsi yoxdur. Amma biz bu şərtlər altında P və Q arasında şərti P və Q-lərdən ibarət şərti propozisiya qura bilərik, yoxsa yox. Yəni, söhbət təbii ki, məntiqdə belə bir propozisiyanın qurulmasından gedir. Və bizim cavabımız tam qəti şəkildə bəli, biz bunu qura bilərik. Yəni məntiqdə biz, yəni aralarında heç bir səbəb-nəticə əlaqəsi olmayan iki propozisiya P və Q arasında əgər onda bağlayıcısı vasitəsilə bir implikasiyanın, bir şərti propozisiyanın qurulmasını mümkün hesab edə bilərik. Yenə də burada onlar arasında olan bağlantı yalnız həqiqət qiymətləri çərçivəsində analiz edilir və burada real dünyadan götürülmüş, real praktikadan götürülmüş heç bir səbəbiyyət əlaqəsi mövcud deyildir. Beləliklə, yəni bir qədər əvvəl izah etdiyimiz həmin o qayda, yəni əgər P doğrudursa və Q yalandırsa, əgər biz bu səfər əgərdən sonra gələn birinci propozisiyanı doğru, onda sözündən sonra gələn ikinci propozisiyanı yalan hesab etsək, deməli bütövlükdə implikasiya yanlışdır. Yəni bu yenə də həqiqət cədvəli ilə bağlı olan məsələlərdir. Yəni detallara getmək istəmirəm. Sadəcə bugünkü müzakirədə biz yadda saxlayacağıq ki, maddi implikasiya yalnız və yalnız P və Q arasında olan həqiqət dəyərləri, həqiqət qiymətləri arasında olan analizi diqqət mərkəzinə gətirir. Yəni P-nin və Q-nun hansı qiymətlərində, yəni 0 və 1 qiymətlərinin kombinasiyasında biz implikasiyanın doğru yoxsa yanlış olmasını təyin edə bilərik. Amma logical consequence, yəni məntiqi nəticə çıxarmada biz belə deyə bilmərik. Çünki burada biz P və Q arasında olan semantik bağlantıya diqqət yetiririk. Yəni P və Q arasında mütləq semantik bağlantı olmalıdır. Və bu da məntiqdə fundamental bir konseptdir. Bu deməkdir ki, əgər premislərin hamısı doğrudursa, deməli çıxan nəticə mütləq doğru olmalıdır. Yəni düzgün qurulmuş olan etibarlı arqumentin şərti bundan ibarətdir. Yəni burada biz premislər rolunda müxtəlif propozisiyalar qoya bilərik. Məsələn, əgər birinci propozisiya doğrudur, premis doğrudursa, əgər ikinci premis doğrudursa, və premislərin sayı P-nə qədər davam edir və P-nə qədər bütün premislər doğrudursa, deməli biz buradan Q nəticəsini çıxara biləriksə, deməli Q P1-dən başlayaraq P-nə qədər bütün premislərin məntiqi nəticəsidir. Və burada gördüyünüz, yəni P-lə Q arasında olan simvolik ifadə, yəni slaydda siz görürsünüz, bu məntiqi olaraq nəzərdə tutulur, məntiqi cəhətdən doğrur. Yəni belə bir fikirlərin məntiqi simvolik cəhətdən ifadəsidir. Yəni bir qədər də formal dillə ifadə etsək, yəni P1, P2 və P-nə qədər olan premislərdən Q propozisiyası doğrur və yaxud P1, P2-dən P-nə qədər olan premislər Q propozisiyasını məntiqi cəhətdən nəzərdə tutur və s. Yəni belə bir bağlantını biz semantik bağlantını diqqət mərkəzinə gətirdik. Və burada məsələn biz nümunə üzərindən izah etmişik, yəni bir arqument götürmüşük və bu arqument 4 premisdən ibarətdir. Yəni premis Azərbaycan dilində bəzən bunu biz müqəddimə kimi də adlandırırıq. Deməli premis 1 əgər bilik əsaslandırmanı tələb edirsə, deməli şayələrə əsaslanan inam bilik deyildir. Premis 1 və burada biz simvolik dildə ifadə etsək, əgər P-dirsə, onda Q-dir. Yəni birinci sadə propozisiya P-dir, yəni bilik əsaslandırmanı tələb edir və ikinci propozisiya şayələrə əsaslanan inam bilik deyildir. Yəni bu da Q propozisiyasıdır. Və biz keçid alırıq ikinci premisə. İkinci premisimiz belədir. Əgər şayələrə əsaslanan inamlar bilik deyildirsə, onda əksər möhümat
mövhumata əsaslanan inanclar da bilik deyildir. Deməli, burada da biz simvolik ifadə bu, əgər Q-dürsə, onda evdir. Yəni, birinci propozisiyamız, yəni, şayiələrə əsaslanan inanclar bilik deyildir. Bu, premis 1-dəki ikinci propozisiya olduğuna görə biz eyni dəyişəndən istifadə etmişik, yəni Q dəyişənini saxlamışıq. Amma ikinci propozisiya, yəni əksər mövhumat inamları bilik deyildir. Bu yeni bir propozisiyadır. Buna görə ev dəyişəninə müraciət etmişik. Deməli, əgər Q-dürsə, onda evdir. Və P3-ə biz keçid alırıq. Əgər əksər xurafat inamları bilik deyildirsə, onda biz ənənəvi epistemologiyanı yenidən analiz etməliyik, yenidən nəzərdən keçirməliyik və bunun da simvolik ifadəsi əgər evdirsə, onda S-dir. Yenidən burada birinci propozisiya P2-dəki sonuncu propozisiya olduğuna görə biz dəyişəni dəyişməmişik, yəni ev simvolunu saxlamışıq. Amma sonuncu propozisiya, yəni biz ənənəvi epistemologiyanı yenidən nəzərdən keçirməliyik. Bu propozisiya yeni bir propozisiya olduğuna görə biz bunu yeni bir dəyişən, yəni S dəyişəni vasitəsilə ifadə etmişik. Və P4 deməli bilik əsaslandırma tələb edir. Yəni bu P propozisiyasıdır. Yəni premis 1-dəki birinci sadə propozisiyadır. Yəni artıq dəyişənimiz olduğu kimi qalır. Deməli, çıxan nəticə bundan ibarətdir ki, biz ənənəvi epistemologiyaları yenidən nəzərdən keçirməliyik. Və burada da biz, yəni bir qədər əvvəl ifadə etdiyimiz S dəyişənini saxlayırıq. Ona görə ki, S dəyişəni vasitəsilə artıq bu propozisiya təyin edilmişdir. Beləliklə, bütün premislərin doğru olduğu hər bir şərt daxilində, hər bir halda S də, yəni nəticə də doğru olmalıdır. Yəni P1, P2, P3 və P4-dən biz deməli C nəticəsini, yəni ingiliscəsində ifadə etdiyimiz, yəni S propozisiyası ilə ifadə etdiyimiz nəticəni çıxara bilərik. Və gördüyünüz kimi burada propozisiyalar arasında semantik bağlantı vardır. Yəni semantik bağlantı olmasaydı biz P-lərdən, yəni bu nəticəni biz çıxara bilməzdik. Yəni bu indi qeyd etdiyim, yəni növbəti slaydda xüsusilə vurğulanıb, yəni deməli, əgər bütün premislər doğrudursa, onda nəticənin yalan ola bilməməsi, yəni bu fikir indi bizim nəzərdən keçirdiyimiz məntiq nəticə çıxarma ilə bağlıdır və bu da deməli real dünya arasında olan məna ilə bağlı deyildir. Yəni burada da semantik bağlantı olması vardır, amma bu onlar arasında səbəbiyyətin olması anlamına gəlmir. Bunu bir qədər sonra indi mən izah edəcəm və burada da diqqət mərkəzində deməli semantik bağlantı ilə bağlı üstəgəl həm də həqiqət qiymətləndirməsidir. Yəni qeyd etdiyim kimi, əgər P1 doğrudursa, P2 doğrudursa, bu P-nə qədər davam edir. Əgər bunlar doğrudursa, bir qiyməti alırsa, deməli çıxan nəticə də mütləq bir qiyməti almalıdır. Yəni 0 qiyməti ala bilməz. Təbii ki, əgər bizim qurduğumuz arqumentasiya bu etibarlı arqumentdir, yəni struktur baxımından burada yanlışlıq yoxdursa, mən bu mülahizəni irəli sürə bilərəm. Beləliklə, indi mən qeyd etdiklərimi müqayisə edim. Yəni, maddi implikasiya var və məntiqi nəticə çıxarma var və bunlar arasında fərq nədən ibarətdir? Burada əsas fərq, yəni ümumiləşdirmə aparsaq, propozisional məntiqdə maddi implikasiya P və Q-nun həqiqət qiymətlərindən çıxış edərək implikasiyanın, əgər P-dirsə, onda Q-nun məntiqi qiymətini müəyyənləşdirməyə xüsusi diqqət yetirir. Əsas diqqət mərkəzində bu məntiqi qiymətləndirmə sistemini saxlayır və buna görə də P və Q arasında semantik bağlantının olması vacib şərt deyildir. Yəni, əvvəlki misalda baxdığımız kimi, əgər ay bir kosmik obyekt olaraq pendirdən ibarətdirsə, onda 2-nin üzərinə 2 gələndə 4 edir. Təbii ki, bu iki propozisiya arasında heç bir semantik bağlantı yoxdur, amma maddi implikasiya çərçivəsində biz bu propozisiyanı məntiqi cəhətdən doğru propozisiya kimi qəbul edə bilərik.
Amma məntiqi nəticə çıxarma sistemində bu fərqlidir. Yəni bu semantik və ya logical, meta məntiqi bir bağlantını diqqət mərkəzinə gətirir. Yəni burada məntiqi zərurət vacibdir. Yəni P-lərdən, yəni P1-dən, P2-dən, P3-dən bu P-yə qədər davam edə bilər. Onlardan nəticənin çıxması zərurəti yaranırsa, deməli P və Q arasında mütləq semantik bağlantı olmalıdır. Yəni P və Q arasında heç bir semantik bağlantı yoxdursa, deməli biz həmin məntiqi zərurətdən danışa bilmərik. Və bunun da nümunəsini bir qədər əvvəl nəzərdən keçirdiyimiz, yəni bu nümunədə biz izah etdik, yəni bir qədər əvvəl. Burada biz sadəcə olaraq qarşılaşdırma əsasında bir qısa müqayisəli analiz həyata keçirməyə çalışdıq. Və sonda bizim diqqət ayıracağımız bu antecedent və consequent terminləridir. Yəni bu terminlər olduqca vacibdir. Yəni biz izah edən zaman, yəni əgər sözündən sonra gələn birinci propozisiya, onda sözündən gələn sonra gələn ikinci propozisiya, yəni belə bir adlardan istifadə etdik, amma əslində bunun məntiqi cəhətdən terminoloji ifadəsi düzgün deyildir. Yəni adətən ingilis dilində biz baxarıqsa if, P, then Q. Yəni əgər P-dirsə, onda Q-dur. Yəni bu implikasiyada P, yəni if-dən sonra gələn hissə həmişə antecedentdir. Yəni bu antecedent adlanır. Q isə consequent adlanır. Yəni if, P, then Q-da əgər P-dirsə, onda Q-dur. Belə bir propozisiyada, yəni P antecedentdir, Q consequentdir. Yəni bunun bir qısaldılmış forması da ola bilər. Əgər P-dirsə Q-dur, yəni ingilis dilində if P Q, yəni yenə də P bizdə antecedent, Q consequentdir. İngilis dilində P və Q-nun yeri dəyişə bilər. If-i ortaya keçirmək mümkündür. Məsələn, Q if P. Yəni bu şəkildə ifadə edilərsə, yəni Q-dur əgər P-dirsə. Yəni bu Azərbaycan dilində çox güman ki, qrammatik qaydalara uyğun deyil. Amma sizin əlinizə bir ingilis dilində mətn çıxarsa, bunu analiz etməyə çalışsanız, yəni belə bir quruluş, yəni siz üçüncüyə baxsanız ingilis dilində görə biləcəksiniz. Yəni burada sadəcə antecedentlə consequentin istifadə edilmə ardıcılığı dəyişib. Baxmayaraq ki, Q birinci istifadə edilib, amma yenə də consequentdir. Amma P ikinci istifadə edilməsinə baxmayaraq, yenə də antecedentdir. Və dördüncü struktura baxsanız, P only if Q. P yalnız əgər Q-dursa. Yəni bu da Azərbaycan dilində çox güman ki, istifadə edilə bilməz, amma ingilis dilində bu şəklə baxsanız, yəni only if, yəni P ilə Q-nu bir-birindən ayırırsa, P yenə antecedentdir, Q consequentdir. Və sonuncu P Q-nu nəzərdə tutur, yəni P implies Q. Yəni burada da P antecedent, Q isə consequentdir. İstənilən halda bu xüsusilə vacib bir məqamlardır. Xüsusilə ingilis dilində əgər siz mətni oxuyursunuzsa, analiz edirsinizsə, yəni bu analitik fəlsəfədə xüsusilə vacib bir məqamdır. P və Q arasında mütləq antecedent və consequent fərqləndirməsini düzgün həyata keçirmək lazımdır. Okay, yəni növbəti bizim izah eləyəcəyimiz məsələ, yəni bu xüsusilə məntiq ilə məşğul olan insanlar arasında ciddi bir məntiq qüsuru kimi diqqəti cəlb edir. Daha doğrusu məntiq ilə məşğul olan deyil, məntiq ilə maraqlanan, məntiqdən praktik məqsədlər üçün istifadə edən insanların yol verdiyi əsas məntiqi qüsurdur. Yəni P antecedent, Q isə consequentdirsə, bu demək deyildir ki, P Q-nun səbəbidir. Yəni implikasiya, şərti propozisiya bu səbəbiyyət prinsipi deyildir. Yəni burada P-nin Q-nun səbəbi olması, yəni belə bir məntiqi zərurət yoxdur. Yəni bu sadəcə P antecedentdir, Q consequentdir. Biz antecedentdən consequentə həqiqətin necə ötürülə biləcəyi haqqında danışa bilərik. Yəni P doğrudursa, Q da doğrudur, amma Q yanlışdırsa, P də yanlışdır. Yəni P-nin doğru olmasından Q-nun doğru olmasının nəticəsini biz çıxara bilərik. Q-nun yalan olmasından isə P-nin də yalan olması nəticəsini çıxara bilərik. Amma digər iki şərt altında, məsələn, əgər P yalandırsa, mən Q-nun da yalan olması nəticəsini çıxara bilmərəm. Bu da şərti sillogizm mövzusuna aiddir. Biz bunu sonraki müzakirələrimizdə çox güman ki, davam etdirəcəyik.
Amma hələlik yadda saxlayacağımız məqam ondan ibarətdir ki, antecedentin consequentə səbəb olması fikri doğru deyildir. Yəni bu belə bir məntiqdə zərurət mövcud deyildir. Məsələn, mən istifadə edə bilərəm. Əgər yağış yağırsa, mən islanacam. Burada antecedent birinci propozisiyadır, yağış yağır. Consequent isə ikinci propozisiyadır, mən islanacam. Və burada təbii ki, yağışın yağması mənim islanmağımın səbəbidir. Yəni, burada səbəbiyyət prinsipi ilə antecedent consequent ardıcıllığı üst-üzə düşmüşdür. Amma mən belə bir fikir də irəli sürə bilərəm. Yəni, bu ingilis dilində, yəni, daha yaxşı ifadə edilir. Yəni mən islanacam yalnız əgər yağış yağarsa. Azərbaycan dilində çox güman ki, yalnız əgər yağış yağarsa mən islanacam kimi ifadə edə bilərik, amma ingilis dilində bunu analiz etmək daha asandır. Yəni burada mən islanacam, yəni bu antecedentdir. Consequent yağış yağır, yəni ikinci propozisiyadır. Amma təbii ki, burada mənim islanmağım yağışın yağmağının səbəbi ola bilməz. Yəni belə bir şey yoxdur. Əslində əksinə doğrudur. Yəni yağışın yağmağı mənim islanmağımın səbəbi ola bilər. Amma buna baxmayaraq biz antecedent olaraq mənim islanmağımı götürürəm. Yəni mən islanacam. Consequent olaraq yağışın yağmağını götürürəm. Əgər mən islanacamsa, bu doğru fikirdirsə, birdirsə, deməli yağış yağır, yəni bu fikir də doğru olmalıdır. Yox, əgər yağış yağır fikri yanlışdırsa, bu 0 qiyməti alırsa, deməli mən də islanacam fikri yanlış olmalıdır, 0 qiyməti almalıdır. Və burada biz sadəcə, yəni bir daha qeyd etməli olsam, antecedent ilə consequent arasında məntiqi qiymətin ötürülməsi, transfer edilməsi prosesini diqqət mərkəzində saxlayırıq. Yəni antecedent 1 olanda consequent də hansı qiymət almalıdır? Consequent 0 olanda, yəni antecedent hansı qiyməti almalıdır? Yəni bu yalnız məntiqi qiymətləndirmə prosesi ilə bağlıdır. Yaxşı, bu gün də izah etmək istədiklərim bu qədərdir. Yəni məntiq çərçivəsində düzdür, digər məntiqi bağlayıcılar ilə müqayisədə bu daha bir mürəkkəb məntiqi bağlayıcıdır. Amma ümid edirəm ki, yəni qismən mövzunu aydınlaşdırmağa müvəffəq oldum. Beləliklə, diqqət ayırmaq istədiyim ikinci bir məsələ bu elm, din və fəlsəfə haqqında olan bir müqayisədir. Yəni bunu da aydınlanmaya aparan yol, yəni yazmış olduğum kitabdan götürdüyüm birinci məqalə əsasında izah etməyə çalışacağam. Yəni biz şərti olaraq insan beynində cərəyan edən informasiyaları 3 proqram, elm, din və fəlsəfə çərçivəsində şərh edib qiymətləndirə bilərik. Yəni burada biz proqram deyəndə bunu bir obrazlı şəkildə bir metafor olaraq qeyd edirik, amma əslində biz real olaraq insanın beynində fəaliyyət göstərən, yəni bir mental sferada, zehin sferasında xüsusi olaraq elm adlandıra biləcəyimiz və yaxud din və ya fəlsəfə adlandıra biləcəyimiz xüsusi bir mental proqram sistemləri yoxdur. Yəni adətən bir insanın zehnində bu üçü qarşılıqlı əlaqədə mövcud olur. Yəni insan həm elmi biliklərə malikdir, həm dinə görüşə malik ola bilər, həm də fəlsəfi fikirləri, fəlsəfi mühakimələri öz zehnində saxlaya bilər. Amma şərti olaraq biz bu üçünü bir-birindən fərqləndirsək, yəni burada biz şərti olaraq elm, şərti olaraq din və şərti olaraq fəlsəfə adlandıra biləcəyimiz 3 fenomenə rast gələ bilərik. Yəni əslində insan şüuru və insan zehni də daha çox ya elmin, ya dinin, ya da fəlsəfənin əsasları üzərində formalaşmış olur. Və buna görə də biz bu 3 fenomeni müqayisə edə bilərik və bu olduqca vacib bir məqamlardan biridir. Yəni xüsusilə bizə din, elm və ya fəlsəfə adı altında təqdim edilən hər hansı bir fikirlər, ideyalar çərçivəsində qiymətləndirmə aparmaq üçün, analitik bir mühakimələr irəli sürə bilmək üçün onların atributlarını, onların xarakteri xüsusiyyətlərini bir-birindən fərqləndirməyə ehtiyac vardır. Beləliklə, elmdən başlasaq, elm nədir? Yəni, elm dünyaya xas olan təkcə hadisələri öyrənməklə məşğuldur.
Məsələn, müasir biologiya daha çox iki tədqiqat sahəsindən yanaşmaq olar. DNK və biokimyəvi proseslərin nəticəsi olaraq təzahür edən proteinlər. Yəni bu səbəbdən yalnız elmlə məşğul olan insanların diqqəti nisbətən dar bir tədqiqat sahəsində mövcud olan obyektlərə yönəlir. Yəni insan bir alim olaraq, yəni bütün tədqiqat sahəsində DNK-nın öyrənilməsi üzərində cəmləşdirə bilər. DNK daha doğrusu Azərbaycan dilində DNT, yəni DNT-nin öyrənilməsi üzərində cəmləşdirə bilər və yaxud orada xüsusi bir problemi seçib ayıra bilər. Yəni bir master tədqiqat apara bilər, PhD tədqiqatını bunun üzərində apara bilər. Yəni bütün PhD-dən sonrakı, yəni laboratoriyada apardığı tədqiqatlar yalnız DNT və ya DNT-nin xüsusi bir aspektinin öyrənilməsi ilə öyrənilməsi ilə bağlı ola bilər. Və bu səbəbdən yalnız elmlə məşğul olan insanların diqqəti ona görə yalnız dar tədqiqat sahəsində mövcud olan obyektlərə yönəlir. Elmdə inam əsas deyildir. Yəni burada zəruri olan inamın elmi müşahidələrdən və laboratoriya şəraitində aparılan elmi eksperimentlərdən çıxan məlumatlar və onlar üzərində qurulmuş olan məntiqi arqumentlər vasitəsilə əsaslandırılmasıdır. Yəni əgər epistemik cəhətdən əsaslandırma yoxdursa, yəni mən sadəcə inanıram və bu inamı əgər elm kimi təqdim edirəmsə, deməli bu əslində elm deyildir. Yəni elmdə mütləq şəkildə bunu bir daha vurğulayaq, epistemik cəhətdən əsaslandırma lazımdır. Düzdür, hətta epistemik cəhətdən əsaslandırılmış doğru inam belə bəzən bilik təqdim etmir. Bu epistemologiyada ayrıca bir müzakirə sahəsidir. Amma epistemik əsaslandırma olmadan elmin formalaşdırılması mümkün deyil. Yəni bunu bir mənalı şəkildə yadda saxlamaq lazımdır. Amma dinin elmdən fərqi nədir? Yəni elmdən fərqli olaraq din özünün maraq dairəsini təkcə və ya dar çərçivədə cərəyan edən hadisələrlə məhdudlaşdırmır. O daha ümumi xarakterli problemlərdən, məsələn, kainatın yaranmasından, həyatın mənasından, ölümdən sonrakı həyatdan və s.dən bəhs eləyir. Yəni bu şəkildə din yalnız yaşadığımız bu dünyaya, yəni maddi dünyaya aid olan bir fenomenləri, bir hadisələri araşdırmır. Həm də bu dünyanın sərhədlərindən kənarda qalan o biri dünyalara aid məsələlərə də öz münasibətini bildirir. Yəni əgər bir insan dindən danışırsa, bu yalnız maddi bir sistemin və yaxud sosial bir sistemin araşdırılması ilə məhdudlaşa bilməz. Mütləq burada həyatın mənası, kainatın mənşəyi, hətta ölümdən sonrakı həyat, yəni bura aiddir tanrıların, ruhların, yəni vizual müşahidə olunması, laboratoriya şəraitində eksperimentlər vasitəsilə öyrənilməsi, yəni bu yolla nəyinsə sübut, nəyinsə təkzib edilməsi qeyri-mümkün olan bir fenomenlərin də araşdırılması dini sferaya daxildir. Deməli, dinlə elmin birinci fərqli cəhəti, yəni bu aspektdən diqqət mərkəzinə gəlir. Elm, yəni alim daha çox dar çərçivədə fəaliyyət göstərir, yəni xüsusi bir tədqiqat sahəsini seçir, onu detallarına qədər, incəliklərinə qədər araşdırmağa başlayır. Amma dində biz daha çox ümumiləşdirmənin nəticəsinə gəlirik. Yəni dində daha çox ümumiləşdirmə, daha universal olan bir fikirlər, bir yanaşmalar diqqət mərkəzinə gəlir. Bu səbəbdən dini fikirlərin doğru olmasına ya inanmaq, ya da inanmamaq mümkündür. Yəni əgər alim eksperimental şərtlər daxilində nəyisə araşdırırsa, bunu eksperimental cəhətdən əsaslandırmağa çalışırsa, yəni bu laboratoriya şərtləri daxilində mümkündür. Amma dinin araşdırılmış olduğu mövzuların heç olmasa bəziləri, məsələn tanrılar, ruhlar və s. Yəni bunların epistemik cəhətdən əsaslandırılması bu elmi metodlar vasitəsilə həyata keçirilə bilməz. Yəni kimsə, məsələn deyək ki, laboratoriya şəraitində elmi eksperimentlər vasitəsilə nə tanrının mövcud, nə də mövcud olmadığını sübut edə bilməz. Nə ruhların olduğunu, nə də olmadığını sübut edə bilməz. Nə ölümdən sonrakı həyatın olmasını, nə də olmamasını sübut edə bilməz. Yəni elmlə din fərqli domenlər üzərində qurulmuş olan bir fəaliyyət sahələridir.
Və biz elmi aspektdən yanaşsaq, yəni dində olanlar daha çox insanların dində yazılanlar, xüsusilə müqəddəs tekstlərdə yazılanlara olan inamına əsaslandığını deməyə əsas verir. Yəni əgər insan müsəlmandırsa, Quranda yazılanlar onun üçün doğrudur bir mənalı şəkildə. Xristianlar üçün bu İncildir, yəhudilər üçün Tövratdır. Və digər dinlərdə də, yəni məsələn hinduistlər üçün bu Veda ədəbiyyatıdır və sairədir. Yəni orada yazılanların şübhə altına alınması prinsip etibarilə mümkün deyildir. Yəni sadəcə olaraq əgər bir müsəlmandırsa, Quranda yazılanları olduğuna inanırsa, bunu doğru inam kimi qəbul edirsə, daha sonra bunun bir məntiqi arqumentasiya vasitəsilə əsaslandırılmasına diqqət ayıra bilər, bir fəlsəfi interpretasiyasına diqqət ayıra bilər. Amma burada inam, yəni daha vacibdir, yəni onunla açıq ziddiyyətə girmək demək olar ki, mümkün deyildir. Və çox zaman da dini aspektdə aparılan məntiqi arqumentasiyalar, əsaslandırmalar daha çox həmin inamın təsdiq olunmasına gətirib çıxarmaq məqsədini daşıyır. Yəni heç bir dindar, yəni inandığı bir şeyin, yəni Tövratdan, İncildən və ya Qurandan götürmüş olduğu və inandığı bir şeyin təkzib edilməsi məqsədi ilə bir araşdırma aparmaz. Yəni bir məntiqi arqumentasiya qurmaz, bir fəlsəfi interpretasiya aparmaz. Əksinə onların təsdiq olunması məqsədi ilə, yəni belə bir araşdırma və arqumentasiyalara müraciət etmiş olarlar. Amma elmdə bu fərqlidir, çünki elmdə bilirsiniz bir falsifikasiya metodu var. Yəni falsifikasiya o deməkdir ki, yəni alim, tədqiqatçı irəli sürmüş olduğu hipotezin yalan olmasını sübut etməyə çalışır. Yəni bunun əsaslandırılmasını həyata keçirməyə çalışır. Əgər öz hipotezinin yalan olmasını əsaslandıra bilərsə, deməli hipotez yalandır. Biz bunu bir kənara qoyacağıq. Amma əgər bu hipotezin yalan olmasını əsaslandıra bilmirsə, deməli hipotez doğrudur. Biz bunu nəzəriyyə kimi qəbul etmiş oluruq. Yəni falsifikasiya elmdə, yəni tətbiq edilən əsas metodlardan biridir. Yəni burada əsas məqsəd, yəni hipotezin, yəni inandığı bir şeyin doğru olmasını deyil, əksinə yalan olmasını arqumentləşdirməkdir. Amma dində təbii ki, bunu etmək çox güman ki, məqbul deyildir. Yəni bir dindar hər hansı bir dini kitabdan götürmüş olduğu və inandığı bir şeyin yalan olmasını əsaslandırmaq məqsədi ilə, yəni qeyd etdiyim kimi, arqumentasiya qurar və ya interpretasiyalar etmək istəməz. Yəni ona görə dinlə elm arasında, yəni bu vacib bir məsələni biz diqqət mərkəzinə gətirə bilərik. Və keçək alaq fəlsəfəyə. Fəlsəfədə məsələ necədir? Yəni fəlsəfə bəzi məsələlərinə görə dinə bənzəyir, bəzi aspektdən, yəni atributlarına görə bu elmə bənzəyir. Məsələn, fəlsəfə də din kimi diqqətini əsasən ayrı-ayrı hadisələr üzərində deyil, yəni ümumi xarakterli problemlər ətrafında cəmləşdirir. Yalnız maddi dünyanın praktik məsələləri haqqında deyil, həm də kainatın yaradılışı, həyatın mənası kimi universal məsələlər ilə bağlı olan mülahizələr irəli sürür. Yəni dində olduğu kimi fəlsəfədə də eksperimental təcrübələr yoxdur. Əksinə təcrübədən kənarda xalis zəkadan istifadəyə üstünlük verilir. Və əgər fəlsəfədə biz eksperimentlərdən danışırıqsa, bu yalnız fikir eksperimentləridir, yəni hipotetik bir eksperimentlərdir. Amma elmdə olduğu kimi bir laboratoriya, bir eksperimental bir yanaşma, yəni fəlsəfədə mainstream deyil, yəni aparıcı xətt deyildir. Amma dindən fərqli olaraq fəlsəfədə məntiqi arqumentasiya fundamental əhəmiyyət kəsb edir və bu səbəbdən fəlsəfi sistemlər hətta zahirən dinli anlayışlar üzərində qurulsa da, onlar çox zaman dini müqəddəs yazıları ilə ziddiyyətdə təşkil edə bilərlər. Yəni belə bir potensialın olması mümkündür. Ona görə də bəzən hətta insan dindar kimi özünü xarakterizə etmiş olsa belə, yəni rəsmi dini nüsxlar tərəfindən onlar bəzən kafir, yəni dinin, ortodoksal dinin sərhədlərindən qırağa çıxan insanlar kimi xarakterizə olunur. Bəzən onların fəlsəfi fikirləri təqib edilir, bəzən qadağan edilir və sair və ilaxır. Amma istənilən halda, yəni əgər biz məntiqi arqumentasiyadan danışırıqsa, yəni fəlsəfədə yəni məntiqi arqumentasiya hətta dini anlayışlardan istifadə etmiş olsa belə, yəni onların əsaslandırılmasına xidmət etmiş olsa belə, yalnız və yalnız neytral mənbələr üzərində qurulur. Məsələn, biz Tanrının mövcud olmasını arqumentləşdirən zaman, yəni bu sübutu İncildə, Quranda və ya Tövratda axtarmırıq.
Məsələn, bu məqsədlə din fəlsəfəsində, məsələn, ontoloji arqumentasiya var, kosmoloji arqumentasiya var, dizayn arqumentasiyası var və s. Və hər bir arqumentasiyada sırf məntiq və əql üzərində qurulmuş olan, neytral mənbədən götürülmüş olan, yəni bu neytral mənbə həm də elmi faktları özündə ehtiva eləyə bilər, yəni oradan götürülmüş olan sübutlar üzərində qurulur. Deməli, fəlsəfənin həm elmdən, həm də dindən mühüm fərqi onun daha çox individualist xarakter daşımasıdır. Yəni elmi və dini öyrənmək və müvafiq icmalarda kütləvi paylaşmaq mümkündür. Amma fəlsəfəni öyrənmək mümkün deyil. Bu istiqamətdə sadəcə hamıdan fərqli, özünə məxsus şəkildə düşünmək mümkündür. Yəni elm bir növ kütləvidir. Yəni alimlərin əgər bu istiqamətdə məşğul olurlarsa, elmi yanaşması adətən eyni, oxşardır. Yəni onlar bir paradigmanı qəbul edirlər və bütün elmi tədqiqatlar həmin paradigma əsasında həyata keçirilir. Məsələn, hər bir aparılan tədqiqatlar əgər kvant fizikası bir paradigma kimi qəbul edilərsə, kvant fizikasını təksib etmiş olmur. Amma yalnız bəzi hallarda, yəni bu aparılan çoxlu sayda tədqiqatlar ilə məsələn paradigma arasında ziddiyyət yaranarsa, bu zaman artıq paradigmanın özünün dəyişdirilməsinə ehtiyac yaranır, amma bu çox tez-tez təkrarlanan bir elmi fenomen deyildir. Və din də bu baxımdan, əgər insan müsəlmandırsa və müsəlmanlığın, İslamın müəyyən bir təriqətinə mənsubdursa, yəni ideyalar orada oxşardır. Yəni o ideyanı paylaşan, bu təriqətin idealını qəbul edən insanlar tərəfindən dinə görüş sistemində oxşarlıq daha çoxdur. Amma fəlsəfədə belə deyil. Yəni hər bir filosof özünün daha çox individualist bir sistemini yaratmağa çalışır. Yəni söhbət özünün fəlsəfi məktəbi olan filosoflardan gedir. Yəni əgər fəlsəfədə, yəni xüsusi bir məktəb yoxdursa, yəni individualist bir fəlsəfi sistemin yaradılması yoxdursa, məsələn biz Aristotel fəlsəfəsini Platon fəlsəfəsindən ayıra bilmərik. Məsələn fərz edək ki, əgər biz məktəblər üzərindən çıxış ediriksə, məsələn buddizmi cainizmdən ayıra bilmərik. Yəni fəlsəfə əgər biz nisbi şəkildə yanaşsaq, yəni elm və dinlə müqayisədə daha individualist bir sistemdir. Yəni hər bir filosof daha çox özünə məxsus bir yolunu seçməyə çalışır, onu formalaşdırmağa çalışır, öz məktəbini qurmağa çalışır və öz fəlsəfi ideyalarını orijinal şəkildə ifadə etməyə çalışır. Deməli, individual insan həm elmi, həm də dini düşüncəyə eyni zamanda sahib ola, yəni zehnində onları uzlaşdıra bilərmi? Bir mənalı fikir bildirmək çətindir, çünki bu sualın həm pozitiv, həm də neqativ qiymətləndirməsi mümkündür və biz intellektual tarixdən hər iki istiqamətdə arqumentlər gətirə bilərik. Amma tarixən cəmiyyətin ümumi ictimai şüurunda elmin mövqeyi güclənəndə adətən dinin mövqeyinin zəifləməsi və ya dinin mövqeyi güclənəndə elmin mövqeyinin zəifləməsi müşahidə edilir. Başqa sözlə, tarixi praktikada həm elmin, həm də dinin cəmiyyətin bütün düşüncə qatlarına eyni dərəcədə dərindən nüfuz etməsinə rast gəlmək demək olar ki, mümkün deyil. Bəs fəlsəfə haqqında nə deyə bilərik? Fəlsəfəni daha çox bu ikisi arasında orta yol kimi qiymətləndirmək mümkündür. Yəni cəmiyyətin ictimai şüurunda elmin rolu güclənəndə fəlsəfi mülahizələrdə elmi anlayışlara, dinin rolu güclənəndə isə dini anlayışlara daha çox yer ayrılır. Məsələn, bu yanaşma xüsusilə analitik fəlsəfədə Bertrand Russellin yanaşmasıdır. Yəni Bertrand Russell belə hesab edir ki, yəni fəlsəfə daha çox dinin və ya elmin xidmətçisi funksiyasını daşıyır. Düzdür, biz xidmətçinin də funksiyasını daşımaq, yəni bunu neqativ bir planda interpretasiya etməyək, yəni o mənada ki, elm öz rolunu gücləndirən zaman müəyyən bir fikirlərini interpretasiya etmək üçün, məntiqi cəhətdən arqumentləşdirmək üçün, elm üçün vacib olan, amma elm çərçivəsində cavablandırılması mümkün olmayan sualların araşdırılması üçün fəlsəfəyə müraciət etməyə başlayır. Amma elmin mövqeyi zəifləyib, dinin mövqeyi güclənəndə, yəni din bir ictimai şüur kimi hakim rol oynamağa başlayanda, yenə də din çərçivəsində vacib olan və interpretasiya zərurəti yaranan məsələlər, yəni dinin çərçivəsindən çıxarılaraq fəlsəfəyə transfer edilir. Və yenə də fəlsəfədə, yəni elmi fəlsəfi yanaşmanın, yoxsa dini fəlsəfi yanaşmanın aparıcı olması, yəni xeyli dərəcədə ictimai şüur olaraq elmi şüurun, yoxsa dini şüurun cəmiyyətdə hakim mövqe olmasından da asılı ola bilər. Beləliklə, bu günə müzakirə etmək istədiklərimiz bu qədər. Diqqətinizə görə minnətdaram. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Hələlik.